Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya Şurasının Sistemli Analiz, İdarəetmə və İnformasiyanın İşlənməsi ixtisası üzrə fəaliyyət göstərən elmi seminarın ilk iclası keçirilib. İclası giriş sözü ilə elmi seminarın sədri Texnika elmləri doktoru Professor Nadir Ağayev açaraq, seminarın Ramil Mirzəyevin Sistemli Analiz, İdarəetmə və İnformasiyanın İşlənməsi ixtisası üzrə Texnika üzrə fəlsəfə doktor elmi dərəcəsini almaq üçün təqdim etdiyi ehtiyatları bir neçə mənbədən dolduran xidmət sistemlərinin riyazi modellərinin yaradılması mövzusunda dissertasiya işinin müzakirəsinə həsr olunduğunu qeyd edib. Ramil Mirzəyev dissertasiya işini təqdim edərək qeyd edib ki, real həyatda hər hansı gözlənilməz təbii və tibbi fəlakətlər nəticəsində, eləcə də bəzən təchizatçının ehtiyatların qiymətlərinin kəskin artması nəticəsində konkret təchizatçıdan ehtiyatlarla təmin olunmaq mümkünsüz ola bilər. Bu səbəbdən kütləvi xidmət ehtiyatlama sistemlərinin dayanıqlığını artırmaq və riskləri azaltmaq üçün bir neçə təchizat mənbəyindən istifadə edilməsi vacibdir. O tədqiqatın məqsədinin ehtiyatları iki fərqli mənbədən artırıla bilən kütləvi xidmət ehtiyatlama sistemlərinin fəaliyyətinə adekvat təsir edən riyazi modellərin işlənilməsi olduğunu vurğulayıb. İddiaçı həmçinin dissertasiya işinin elmi yeniliyi, nəzər və praktiki əhəmiyyəti, qarşıya qoyulmuş məqsədə çatmaq üçün görülmüş işlər haqqında məlumat verib, əldə olunan nəticələri diqqətə çatdırıb. Sonra dissertasiya işinə dair təyin olunan rəyçilər Kibernetika Xüsusi Konstruktor Bürosunun direktoru, Texnika elmləri doktoru Qəmbər Quliyev və Milli Aviasiya Akademiyasının İnformasiya Sistemləri kafedrasının dosenti, Texnika üzrə fəlsəfə doktoru Talih Həsgərov təqdim olunan dissertasiya işinin elmi və praktiki əhəmiyyətini yüksək qiymətləndiriblər. Dissertasiya çərçivəsində irəli sürülən riyazi modellərin iddiaçının müasir elmi tədqiqat metodlarına dərindən yiyələndiyini və yüksək tədqiqat bacarıqlarına malik olduğunu diqqətə çatdırıblar. Rəyçilər işdə əldə olunan elmi nəticələrin orijinallığı ilə seçildiyini, həm nəzəri, həm də tətbiqi baxımdan mühüm əhəmiyyət kəsb etdiyini və mürəkkəb elmi problemlərin həllini əks etdirdiyini xüsusilə qeyd ediblər. İddiaçının sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə Texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq olduğunu söyləyib, müəyyən irad və tövsiyələrini də səsləndiriblər. Daha sonra iddiaçı ona ünvanlanan sualları cavablandırıb. Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, müzakirələrdə iştirak edən Texnika elmləri doktoru Dosent Asif Rzayev, Texnika üzrə fəlsəfə doktoru Dosent Şəfəqət Mahmudova, Texnika üzrə fəlsəfə doktoru Dosent Məkrufə Hacı Rəhimova, eləcə də Texnika üzrə fəlsəfə doktorları Rəsmiyə Mahmudova və Gülnara Nəbibəyova iddiaçının yerinə yetirdiyi dissertasiyanın tamamlanmış elmi tədqiqat işi olduğunu bildirib, irad və tövsiyələr nəzərə alınmaqla işin müdafiəyə təqdim olunmasını məqsədə uyğun hesab ediblər. Sonda keçirilən səsvermənin nəticəsinə əsasən dissertasiya işinin müdafiəyə tövsiyə edilməsi barədə qərar qəbul edilib. Sümbül Zalova, Ceyhun Şahverdiyev, Şahin Rəsulov, Info TV.